Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Uydurma erməni soyqırımının tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil olub. Erməni mətbuatının yaydığı xəbərə görə məsələ Knessetin bugün keçiriləcək iclasında müzakirə olunmalıdır. İsrail parlamentinin üzvü Robert İlatovun sözlərinə görə bu sadəcə bir qrup erməni yönümlü deputatın iddiasıdır. Heç bir hüquqi əsasa malik deyil. Bundan əlavə sabah erməni və yahudilərdən ibarət qrupun Knessetin qarşısında soyqırımın tanınması tələbi ilə etiraz aksiyası keçirəcəyi də gözlənilir. Yardımlı rayonunun Əruz kəndində vətəndaşlara məxsus ərazidə ümumi sahəsi 30 hektar olan biçilməmiş taxıl sahəsinin 15 hektarı yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yayılan xəbərə görə biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın gecə saatlarında yanğın söndürənlər tərəfindən söndürülüb. Bugün Ramazan ayının sonuncu günü Fitr bayramıdır. Bu gecə bayram axşamı sabahsa bayramdır. Fitrə zəkatı Ramazan ayının başa çatması münasibəti ilə ödənilən zəkatdır və həmin məbləğ bugün gün batana kimi ayrılmalıdır. Sabahsa fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmasa, zəkat bayram namazı qılındıqdan sonra ən qısa vaxt ərzində ödənməlidir. Fitrə zəkatının miqdarı ailədə hər nəfər üçün buğda, xurma, kişmiş, düyü və digər bu kimi ərzağın 3 kiloqramı dəyərindədir. Bu zəkatın pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər.